Black Mirror serialının hansı seriyasına baxırsan bax, sonra bir 2 gün adam özünə gəlməli olur. Başqa seriallardan fərqi ondan ibarətdir ki, fərqli reallığı göstərir. Yəni kinoların çoxu indiki reallığımızı göstərir. O isə ola biləcək başqa versiyaları göstərir. Əslində orada qorxudan nüanslar da çox olur. İndiki versiyanda sonra nələr yaşaya biləcəyimizi də göstərənlər olur, amma orada bir şey fərqi də var, bax lazımdır. Baxırsınız, baxırsınız, fərq eləmir. Həmişə həyat reallığımızı dəyişmə imkanımız var. İndiki reallığımız və istədiyimiz reallıq arasında sadəcə olaraq icazə fərqi və bunun mümkün olmasını görə bilmə fərqi var. Çünki əgər mümkün ola bilməsini beyin qəbul edirsə, ona gedən yolları və fürsətləri görməyə başlayır. Ona görə də istədiyinizi istəyin və onun ola bilmə ehtimalını ətraf reallıqla ölçməyin. İnamınıza əsasən ətrafdakı fürsətləri görmək daha faydalıdır.